Bir tərəfdə nağıl dünyası canlanır, digər tərəfdə isə ustadlar qədim sənətləri nümayiş etdirirdilər. Bu mədəniyyət dolu günün ətrafında uşaqlar, ailələr və sənətsevərlər Novruz bayramının sevincini yaşayırlar. Biz bu bayramı iki qat yaşayırıq. Çünki artıq işğaldan azad olmuş rayonlarımızda, şəhərlərimizdə də bayram qeyd olunur. Bütün torpaqlarımız şükür Allaha ki, bugün azaddır. Xalqımız bu bayramı gözəl ruhu, havada keçirməsi bizi də qürurlandırır. Xalqımızı təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Bayramlar bizə yaraşır. Qoy elə həmişə belə olsun və bütün o həsrətində olduğumuz torpaqlarımızda hər zaman Novruz tonqalları qalansın. Bayrama ən çox sevinənlər isə balacalardır. Onlar müxtəlif əl işləri ilə bayramın milli ornamentlərini canlandırır, bayramın ruhuna öz unikal rənglərini qatırdılar. Mən çox şadam ki, həm 322 nömrəli məktəbimiz, həm də ki, Azərbaycan xalqı, Azərbaycan məktəbləri bu bayramı bu cür gözəl keçirdir. 4 çərşənbəmiz var. Bu gün də bu çərşənbəmizdə torpaq çərşənbəsidir. Hər kəsin Novruz bayramını təbrik edirəm. Novruz bayramı hamıya sevinç dolu ömür gətirsin. Novruz ayın səməni, şəkər və paxlava çəkirəm. Bundakı şallar alov simvolunu təmsil edir. Elə uşaqlar üçün müxtəlif nağıllar oxunur, sərgilər nümayiş olunurdu. Bununla yanaşı canlı musiqi sədaları altında milli şirniyyatlarımızın hazırlanması bizə burada nümayiş olundu və böyük marağa səbəb oldu. Təbii ki, Novruz bayramının ayrılmaz bir parçası, atributlarından hesab olunan xalq oyunları. Burada təşkil olunan bu rəngarəng Novruz proqramı, təşkilatçılıq hər kəsə Novruz ab-havasını, Novruz bayramını ötürə bildi. Açıq səma altında muzey sərgisi. Burada hər bir əşya tarixdən bir parçanı danışır. Hər bir şəkil keçmişin xatirələrini bugünə gətirir. Bu sadəcə bir bayram deyil, həm də insanların keçmiş bağlarını möhkəmləndirən ənənələrə yenidən həyat verir. Nağıl oxuyuram. Hansı nağıllar oxuyursunuz? Məsələn, Pis-Pisi xanım, sonra Keçi, Şəngülüm, Məngülüm. Hal-hazırda nar komposisiyası işləyirəm və bollluq, bərəkət gətirən bir elementdir. Biz burada uşaqlar üçün adət-ənənələrimizi göstəririk. Novruzda hansı rituallar, hansı fallar olur. Çərşənbə axşamları biz adətən də Xokusluya gedirik. Qədimiliyi peyğəmbərlərə qədər gedir çıxır. Yəni bütün peyğəmbərlərin demək olar ki 90%-i ağac üzrə oyma işləri ilə başlayıb. Yəni Azərbaycanda da bunun kökü, yəni ümumiyyətlə insan varsa ağac üzərində iş var, əl işi var. Yəni biz də bu işləri örgənə, uşaqlıqdan örgənə bu dəqiqədə tələbələrimizə öyrətməyə çalışırıq. Bir sözlə, Qala Dövlət Tarix Etnografiya Qoruğunda bahar sədası hər tərəfdə hiss olunurdu. Şahnun Qasımova, Bağır Kərimov, ASTV xəbər.